Sual yazılışı. Salam əzizləyicilər, yepyeni video xoş gəlmisiniz. Sual yaxşının ilk bölümümüzün hamınızı salamlayıram. Bugünkü qonağımız Nihad Mahmudzadədir. Deməli, uşaqlar, sualları bir-bir cavablayıram. Hər kəsə salam. Deməli, birinci sual. Çox əmək verdiyin ancaq gözləntindən az izlənən videon olubmu? Sual. Ən çox əmək verdiyin amma gözləntindən az izlənən videon olub. Qısa cavab vereyim. İndi isə ikinci suala keçək. İkinci sualımız, öz səhifəvi yumor səhifəsi hesab edirsənmi? Öz səhifəvi yumor səhifəsi hesab edirsən. Yumor, əyləncə, maraqlı, yəni belə bir şey hesab edirəm. Qarışıq bir şey. Çünki hər kütlənin öz istəyi var. Keçək növbəti sualla. İlkinlə mübahisən hansı söhbətdən sonra başladı? İlkin mübahisə hansı söhbətdən oldu? Axırıncı videoma baxsaz, orada ilkin ait video paylaşmışam, orada görə bilərsiniz. Bu arada gedib Nihad Mahmudzadənin də kanalını izləməyi unutmayın. Əgər son videosunu izləməmişsinizsə gedin izləyin. Yəqin ki çoxunuz izləmişsiniz. İzləməmişsinizsə gedin izləyin. Orada hər şey açıqlanıb. Bizim kanalda da abunə olmağı unutmayın. Like atın, yorum yazın. Keçək növbəti sualımıza. Son sualımızdır bu. Fərəc və İlkin mübahisəsində kimi haqlı hesab edirsən? Əslində bu sual, yəni cavab vermək tam düzgün olmaz. Nihad cavabını görək nə cavab verib. Siz Fərəc və İlkin mübahisəsində kim haqlı hesab edirsən? Mən söhbətlərə qarışmağa çox xoşlamıram. Onun üçün haqlı olan tərəf zamanla görsənəcək. Bu qədər. Öpürəm sizi. Biz də sənə təşəkkür edirik. Hər şeyə görə təşəkkürlər. Sualları cavablandırdığına görə təşəkkürlər. Əzizlər, videoyu bəyənməyi, yorum atmağı unutmayın. Suallara cavab verdiyinə görə Nihad Mahmudzadəyə dərin təşəkkürlərimizi bildiririk. Növbəti videoda görüşərik. Sağ olun, salamat qalın. Nihad Mahmudzadəyə bizim suallarımıza cavab verdiyi üçün yenidən dərin təşəkkürlərimizi bildirmək istəyirik. Siz də kanala abunə olun, videoya like atın, gedin yorum atın. Onun kanalında sual demişdik ki, İlkin Feyziyev və mübahisə hansı söhbətdən sonra başladı. O da cavab olaraq demişdi ki, saxtakar İlkin Feyziyev, yəni bu adlı videoda deyə belə deyirəm. İlkin Feyziyev videosunda, yəni son videomda qeyd eləmişəm. Niyə belədir? Gəlib bu videonu da izləməyi unutmayın. Həmin sualın cavabı buradadır. Yorum yazmağı da unutmayın. Sağ olun, növbəti videoda görüşərik. 2000 aboneye ulaşırsak 20 aboneye tuttukları takımın 20 tane formasını hediye edeceğiz.